Deməli, bugün 14 iyul 2017-ci il tarixində DİM-in keçirdiyi qəbul suallarına nəzər yetirəcəyik. İlk öncə baxaq 51-ci suala. 51-ci sualda nə deyir? Deyir ki, xəritə sxemə əsasən verilən məntəqələrin iqlim tiplərini və təbii zonalarını müəyyən edin. Əraziləri nəzər yetirək. Birinci gördüyünüz bu ərazi Böyük Britaniya adasıdır. Bilirsiniz ki, Böyük Britaniya adası mülayim dəniz iqlim tipində yerləşir. Və bu ərazidə biz enliyarpaqlı meşələr təbii zonasını görə bilərik. Daha sonra ikinci gördüyünüz ərazi təbii ki, biz nəzər yetirəndə görürük ki, Rusiya ərazisidir və bu ərazi mülayim kontinental iqlim tipindədir. Eyni zamanda bu ərazidə çöl təbii zonası, yəni step dediyimiz təbii zona özünü göstərir. Üçüncü gördüyünüz ərazi isə məhz Rusiya ərazisidir, amma Rusiyanın Sakit Okean sahil əraziləridir ki, bu ərazilərdə biz görəcəyik mülayim musson iqlim tipini və bu ərazilərdə dəyişkən rütubətli meşələr təbii zonası, yəni musson meşələr təbii zonası seçilə bilir. O zaman bizim sualımızın doğru cavabı olacaqdır elə C variantı. Birinci məntəqədə mülayim dənizdir, qarışıq və enliyarpaqlı meşələr təbii zonasını görmemiz mümkündür. Eyni zamanda ikinci mülayim kontinentaldır. Biz orada çöl və meşə çöl təbii zonasını görəcəyik. Üçüncü isə musson iqlim tipidir, mülayim musson iqlim tipidir və biz orada musson meşələr təbii zonasını görə bilərik. Doğru cavabımız olacaq C variantı. Növbəti sualı nəzərə gətirək. Uyğunluq deyil, müəyyən edin. Burada bizə dənizlər verilmişdir və həmçinin okeanlar üzrə. Bax, elə həmişə demişəm ki, rahat bildiyindən başla ki, o sualın izahı sərsi rahat olsun. Məsələn, burada baxdın, məsələn, Beaufort dənizi sənə daha rahat gəlməlidir. Beaufort dənizi bilirsiniz ki, Şimal Buz Okeana aiddir və həmçinin Şimal Amerikanın şimal hissəsində yerləşir. Ona görə biz buraya yazacağıq nə? Elə bu, bildik ki, bu Şimal Amerikaya aiddir, düzdür? Onda elə avtomatik C və D variantları bizim dedik ki, cavabımızdan çıxır. Həm Sakit Okeanlarda olsa, həm də Avstraliya materikin sahillərini yusun deyirsə, sən bilməlisən ki, Filippin dənizi Asiyadadır və Filippin dənizi ümumiyyətcə biz dedik ki, adalar arası dənizdir. Yəni, hansı bir materikin sahilini yumur. Məsələn, B variantı buradan rahatlıqla çıxa bilər. Amma Arafur və qaldı Mərcan dənizi. Sənə mən demişəm ki, Timor dənizi və Arafur dənizi, bunlar Hind okeanına aid olan dənizlərdir. Ona görə avtomatik Arafur dənizi buradan çıxanda qalır bizim Y variantımız. Bəli, bura Mərcan dənizini qeyd eləmək olar. Hansı ki, Mərcan dənizi Sakit Okeana aiddir və Avstraliya materikin sahillərini görür. Biz Avstraliya sahillərində biz Sakit Okeana aid olan Mərcan və Tasman dənizlərini görə bilərik. Avstraliya sahillərində Hind okeanına aid olan dəniz olaraq da biz qeyd eləmişdik ki, Timor və Arafur dənizlərini görməyimiz mümkündür. Birincisi isə daha sadədir. O Edera dənizi biz deyirik ki, bu aiddir məhz Atlantik okeanına və deyirik ki, Antarktida materikin sahillərini görür. Ona görə doğru cavabımız olacaqdır məhz Y variantı. Gəldik 53 nömrəli test tapşırığına. Burada Azərbaycanın əhalisi 1970-ci ildə 5115,1 min nəfər, 2000-ci ildə isə 8016,2 min nəfər olmuşdur. Keçən dövrdə əhalinin sıxlığı nə qədər deyir ki, artmışdır. Təbii ki, bunu biz iki formada həll edə bilərik. Birinci forma budur ki, hər birini ayrı-ayrılıqda deməli, sıxlığını tapacağıq. Həm 1970-ci ildə əhalinin sıxlığını tapacağıq, həm də 2000-ci ildə tapacağıq. Daha sonra aldığımız nəticələr bir-birindən çıxa bilər. Ümumiyyətlə, sıxlığın düsturu necə tapılır? Sıxlıq bərabərdir. Bilirsiniz ki, əhalinin sayı bölünsün ərazinin sahəsinə, ay yaşa. Yəni, bu sıxlığın düsturudur. Hə, oldu da, indi insansan, yadından çıxdı, düstur imtahanda elə bir stresə düşdün, elə bir vəziyyətə düşdün ki, unuda bilərsən. Onda hər zaman nəyə diqqət edəcəksən? Bax, burada görürsənmi? Sənin üçün rahatlıca onların deməli, nəyə verilib? Vahidləri verilib, belə deyək. Görürsən, bütün variantlar nəyə yazılıb? Nəfər bölünsün kvadrat kilometr. Yəni, nə qədər həyəcanlı olsun da, yəni keçəcəksən ki, nəfər əhali deməkdir, kvadrat kilometr sahə deməkdir də. Yəni, nə eləməliyim? Əhalini sahəyə bölməliyəm. Düzdürmü? Ay yaşa. Yəni, düsturu bu şəkildə də çıxara bilərsən. İndi onlardan yenə deyirəm, insansan, imtahanda həyəcanlanarsan, stresə düşərsən, müxtəlif situasiya ola bilər. O zaman bu vahidə baxmağı unutmayın. Mesela vahid önəmli məsələdir. Yəni, say məsələlərində də bu vahidə baxaraq özünüzdən düstur çıxara bilərsiniz. Və yaxud da ki, elə bu əhali məsələlərində də bu şəkildə eləyə bilərsiniz. İndi gəl bunu belirləyək. Yəni, bunu dediyim kimi iki formada eləyə bilərik. Yəni, birinci, məsələn, 1970-ci ildə əhalinin sıxlığını tapıb,
Sonra da 2000-ci ildə əhalinin sıxıntı tapıb, sonra bir-birinə çıxa bilərik. Və yaxud da daha rahat qayda nədir? Daha rahat qayda budur ki, biz 8016,2000-dən 5115,1 çıxacağıq və böləcəyik Azərbaycanın sahəsinə. Bir dənə zəhmət olursa. Aha, deməli, o zaman gəl veririk. 8016,2000-dən çıxaq 5115,1-ni və böləcəyik Azərbaycan sahəsi olan 86,6 kvadrat kilometr. Düzdürmü? İndi buradan bir tapaq da 8016,2-dən çıxacam 5115,1-i. Alacam 2900 1,1 bölək nəyə? 86,6 kvadrat kilometrə. İndi bax, diqqət elə, burada minlər yıxsa getdi. Qaldı nə? Qaldı biz buradan 29,1-i böləcəksə 86,6-ya alacaq 33,5 nəfər bölək kvadrat kilometr. Yəni bizim sualımız doğru cavab olacaq avtomatik B variantı. Səndən B variantını qararlamışım. Doğru cavab olduğu B variantı. Başa düşdünüz? Amma dediyim kimi, yəni uzun qaydadır, amma bizə imtahanda nə lazımdır? Bizə imtahanda lazımdır ki, sürətli şəkildə hesablayaq, həm vaxtdan qazanaq, həm də cavabı daha çevik tapmış olaq. Bu belə. Doğru cavab oldu, burada B variantı. Sonra gəlirik növbəti sualımız 54-cü sualdır. 54-cü sualda nədir? 54-cü sualda qeyd olunur ki, məhz Azərbaycanda qəhvəyi, boz qəhvəyi, meşə torpaqlarının inkişaf etdiyi landşaftları müəyyən edin. Ümumiyyətlə qəhvəyidir, boz qəhvəyi bu qədər quraq ərazilərdə özünü göstərir. Biz bilməliyik ki, qəhvəyi torpaqlar bizdə mövcuddur meşə ərazilərində, bildiyiniz kimi. Bizim meşələrimizdə qonur meşə və qəhvəyi meşə torpaqları səciyyəvidir. Və qonur əsas meşə torpaqları üzərində fıstıq və vələs kimi ağaclar bitir. Amma qəhvəyi meşə torpaqlarının üzərində daha çox quraqlıq sevər palıd ağacları bitir. İndi burada bizim doğru cavabımız olacaq təbii ki C variantı. Yəni əgər sən qəhvəyini gördünsə, bilməlisən ki orada palıd ağacı olacaq. Amma orada qonur görsəydin, onda doğru cavab olacaqdı. Yəni qonur meşə torpaqları üzərində sən bilməlisən ki, əsasən fıstıq və vələs ağacları bitir. Yaxşı, qonurda fıstıq və vələs, amma və lakin qəhvəydə palıd ağaclardır. Bunu mən sizə demişdim. Növbəti sualımız İnşallah ki oxunar. Deməli biraz uzun sualdır. Sualda qeyd olunur ki, aşağıdakı verilmiş bitki örtüyü və torpaq tiplərinin yayıldığı əraziyə uyğun gələn iqlim diaqramını seçin. Baxıram ki, bitki örtüyülər çox mərtəbəli həmişəyaşıl meşələr, ağac olaraq heyvəyə seyb ağaclar verilir. Bax, çox mərtəbəli anlayışı, yəni Yarus deməkdir. Mən bunu sizə demişim ki, bir dənə ərazidə var Yarus anlayışı. O da ekvatoral meşələrdə. Biz demişdik ki, ekvatoral meşələrdə həm istilik, həm də rütubət çox olduğuna görə orada çox hündürboylu ağaclar formalaşır. Ona görə də orada yəni bu çox mərtəbəli anlayışı ekvatoral meşələr üçün səciyyəvidir. Zaten torpağına baxın, qırmızı, sarı, ferrari torpaqlar verilib. Sən bilirsən ki, qırmızı, sarı, ferrari torpaqlar ekvatoral meşələrin torpağıdır. Ekvatoral meşələr ekvatoral iqlim qurşağındadır, düzdürmü? Biz bilirik ki, ekvatoral iqlim qurşağında yağıntı il boyu bərabər paylanır. Həmçinin temperatur da demək olar ki, il boyu bərabər şəkildə paylanmış olur. Buna baxanda avtomatik variant bizə deyir ki, Y variantıdır. Baxanda görürsən ki, həm yağıntı il boyu bərabər paylanır. Zaten digər diaqramlarda yağıntının bərabər paylandığı bir diaqram verilmir. Bu gördüyünüz sütunlar yağıntını ifadə edir. Xətt isə nə ifadə edir? Bu xətt isə temperatur ifadə edir. Görürsünüz Y variantında. Temperatur da demək olar ki, bərabərdir. Həmçinin yağıntı da il boyu bərabərdir. Və ümumiyyətlə ekvatoral meşələr təbii zonasında bilirsiniz ki, orta illik temperatur 25-28 dərəcə arasında dəyişir. Yağıntı norması isə bildiyiniz kimi 2000-2500 mm-dir. Orta aylıq yağıntı norması isə 200 mm və 200 mm-dən biraz daha çox ola bilir. Burada görürsünüzmü? Bax, 200 mm-ə yaxındır aylıq yağıntı norması. Və bunları aylar özü hesablayanda təqribən gəlir 2000-2500 mm aralığında bir yağıntı norması olur. Aydındır. Doğru cavabımız oldu Y variantı. Növbəti sualımıza keçid edəcəyik. Deməli, növbəti sualımız deyir ki, son dövrlərdə
yaxın və orta məsafələrə yük daşınmasında avtomobil nəqliyyatından daha çox istifadə olunmasının səbəbi. Ümumiyyətlə əvvəllər əsasən yük daşımada dəmir yol nəqliyyatı seçilirdi. Amma son dövrlərdə avtomobil nəqliyyatı gəldi, dəmir yol nəqliyyatını ötdü. Bu da nə ilə bağlıdır? Həm avtomobil nəqliyyatı daha sürətli olmağa başladı, həm də yük götürmə qabiliyyəti artdı. Yəni tırlar, konteynerlər, bunlar formalaşdıqca, istehsal olunduqca, təbii ki, avtomobil nəqliyyatının yük götürmə qabiliyyəti artdı, həm də sürətinin artması, həm də hər yerə əl çatan olması. Məsələn, dəmir yol nəqliyyatı hər yerə əl çatan deyil. Meyilli ərazilərdə biz dəmir yol nəqliyyatından istifadə edə bilmirik. Həmçinin biz deyəcəyik ki, avtomobil nəqliyyatının üstünlüyü budur ki, qapıdan qapıya, yəni rahatlıqla hara istədiyi yükləri apara bilirsən. Amma dəmir yol nəqliyyatında bunu eləmək biraz çətin məsələdir. Ona görə bizim sualımızın doğru cavabı olacaq təbii ki, D variantı. Həm yük götürmə qabiliyyətinin artması, həm də sürətin artması son dövrlərdə, yaxın və orta məsafələrdə yük daşınmasında avtomobil nəqliyyatından istifadəni biz deyəcəyik ki, deməli, yox, digər nəqliyyat növlərinin nisbətən daha çox yük götürmə qabiliyyətinə malik olması olmayacaq. Yox, burada doğru cavab yük götürmə qabiliyyətinin və sürətinin artması. Çünki digər nəqliyyat növləri deyəndə biz bilirik ki, digər nəqliyyat dəniz nəqliyyatı da var. Amma dəniz nəqliyyatı avtomobil nəqliyyatına yük götürməsinə görə üstündür. Bizdə sadəcə olaraq biz deyirik quru üzərində müqayisə aparanda əvvəldə dəmir yol nəqliyyatı idi bu deməli yük daşımaya görə. Amma son dövrlərdə avtomobil dəmir yol nəqliyyatını ötdü. Ötməsinin səbəbi nədir? Həm sürətin artması, həm də yük götürmə qabiliyyətinin artması təbii ki, dəmir yol nəqliyyatını gəlib avtomobil nəqliyyatına geri düşməsi, yəni avtomobil nəqliyyatı onun üstəlməsinə səbəb oldu. Yaxşı, doğru cavab D variantı olacaqdır. Növbəti sualımızda nə deyir ki, kətandır, cutdur, pambıqdır və qarğıdalı becərilməsinə görə fərqlənən ölkələrin müvafiq ardıcıllığını müəyyən edir. Mən sizə demişdim ki, kətan mülayim enliklərin bitkisidir. Və yüngül sənayedə kətan parçası istehsalında istifadə olunur. Onda avtomatik olaraq Filippin və Kongo ola bilməz. Çünki Filippin mülayim enliklərdə yerləşmir. Filippin ekvatorial və subekvatorial iqlim qurşağında yerləşir. Kongo da ekvatorial iqlim qurşağında yerləşən bir dövlətdir. Biz burada kətan görə bilmərik. Amma Rusiya, Ukrayna və Polşada kətan var. Gərək cut. Cut əsasən Hindistan, Şri-Lanka kimi dövlətlərdə əkilib becərilən bir bitkidir. Ona görə bax, burada Polşada kətan ola bilər. Hindistanda cut ola bilər. Misirdə pambıq ola bilər. Argentinada da qarğıdalıya görə fərqlənir deyə bilər. Ümumiyyətlə qarğıdalıya görə iki ölkə xüsusi fərqlənir. ABŞ və Argentina. Düzdür, Amerika qitəsində olan dövlətlərin əksəriyyəti bilməlisiniz ki, qarğıdalıya görə fərqlənir. İstər bunun Meksikası, istər Venezuela, istər Kolumbiya, istər Braziliya, bunların əksəriyyəti fərqlənir. Əlavə olaraq Cənubi Afrika Respublikası, Türkiyə, bu kimi dövlətlər də qarğıdalıya görə fərqlənir. Amma ABŞ və Argentina xüsusilə fərqlənir. Fikrim aydındır. Ona görə bax, Polşada mülayim enlikdə olduğuna görə kətan görə bilərsən, Hindistanda cut var, Misirdə pambıq görə bilərik, Argentinada qarğıdalı görə bilərik. Doğru cavabımız D variantı olacaqdır. Növbəti sualımızda nə deyir? Deyir ki, xəritə sxemə əsasən Musson, Aralıq dənizi və kontinental iqlim tipində yerləşən məntəqələrin müvafiq ardıcıllığını müəyyən edin. Mussondan birinci başlayaq. Musson, məsələn, burada biz deyəcəyik ki, birinci və 5-ci məntəqə. Bunlar Musson. Bilirik ki, Mussonu harada görürük? Şərq Asiya, Cənub-Şərq Asiya, Cənub Asiya, bir də Şimal Amerikanın şərqində biz görə bilərik. Florida yarımadasının şimalı və Atlantik sahili ovalıqda bilirsiniz ki, Musson iqlim tipi səciyyəvidir. Düzdür, indi Şimal Amerikanın şərqi verilməyib. Yəni ona görə ondan işimiz yoxdur. Cənubi Asiya və Cənub-Şərq Asiyada verilməyib. Verilib Şərq Asiya. Baxın, Şərq Asiya 1-ci və 5-ci məntəqələr qeyd olunur. Deməli, bu 1 ilə 5 nədir? 1 ilə 5 Mussondur. Gəlir Aralıq dənizi. Aralıq dənizi genel olaraq materiklərin cənub-qərbində olur. Məsələn, harada olacaq? Məsələn, baxıram ki, burada 3 və 6 aid olduqları materikin cənub-qərbidir. Ona görə 3-dən 6 Aralıq dənizidir. Aralıq dənizinin özəlliyi nə idi? Yağıntını alırdı nə vaxt? Aralıq dənizinin yağıntı olduğu fəsil nə vaxtdır? Qış fəsli, o əsas olur. Aralıq dənizi qış fəslində biz bilirik ki, bol yağıntı alır. Gəldik kontinental. Kontinental əsasən materiklər, aid olduğu materiklərin mərkəzi hissəsidir. Məsələn, 2 və 4 tamamilə uyğun gəlir. Deməli, bizim sualımızın doğru cavabı olacaqdır elə B variantı. Növbəti sualımız deyir ki, Afrika sahillərini yuyan okean cərəyanları.
Afrikanın sahillərini deyirsə, mesela Falkland olamaz. Niyə? Çünki Falkland qeyd edəcəyik ki, Cənubi Amerikanın sahillərini yuyan Soyuq Okean cəryanıdır. İğneburnu ola bilər. Hətta İğneburnu deyilən bir ucqar nöqtə də var. Afrikanın ucqar cənub nöqtəsi İğneburnudur. Cənubi Afrika Respublikasında yerləşir. Krosiya olmaz. Çünki Krosiya Asiya qitəsinin sahillərini yuyur. İsti Okean cəryanıdır. Sonra Qvineya ola bilər. Hətta Qvineya körfəzi də var Afrika sahillərində. İsti Okean cəryanıdır Qvineya və Afrika sahillərini yuyur. Angola İsti Okean cəryanıdır. Angola deyilən dövlət də var Afrikada. Biraz məntiqi yanaşdıq məsələyə. Deməli, Angolanı seçirik. Hətta biz dedik də Mozambiki də seçəcəyik. Mozambik də İsti Okean cəryanıdır və bilməlisən ki, Mozambik adlı dövlət də var Afrikada. Deməli, bizim sualımızın doğru cavabı 2, 4, 5 və 6 olmaqla D variantı olacaqdır. 60 nömrəli test tapşırığı deyir, Xəzər dənizi hansı ölkələrdən başlayan çaylar üçün eroziya bahisidir. Eroziya bahisi nə deməkdir? Yəni, mənsəb. Yəni, hansı ölkələrdən başlayan çaylar gəlib Xəzərə tökülür. Əlbəttə ki, Xəzərin ətrafında olan 5 ölkə. Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan, İran. Bunu hamımız bilirik. Əlavə olaraq da Türkiyəni qeyd edəcəyik. Nəyə görə? Kür və Araz çaylarına görə. O zaman bizim sualımızın doğru cavabı olacaqdır elə Y variantı. Bəli, Türkiyədən Kür və Araz Xəzər hövzəsinə aiddir. İran, Azərbaycan və Türkmənistan zaten Xəzər dənizi sahilində yerləşdiyi üçün bu ölkələrin çayları Xəzər dənizinə tökülür deyəcək. Doğru cavabımız oldu Y variantı. Növbəti sualımız deməli 61 nömrəli test tapşırığıdır. 61 nömrəli test tapşırığı bir məsələdir. Və bu məsələdə nə deyir? Deyir ki, kəsmi yüksəklik 100 metrdir. Kəsmi yüksəklik 100 metrdir. B məntəqəsində temperatur 10 dərəcə olarsa, A nöqtəsində havanın temperaturunu və B nöqtəsinin mütləq hündürlüyünü hesablayın. Deməli, baxanda görürsünüz ki, bergştrixlər, yəni bu gördüyünüz qısa xətlər bergştrix adlanır bildiyiniz kimi. Biz demişdik ki, horizontallara perpendikülər çəkilən qısa xətlər bergştrixdir və bergştrix daxilə doğru olduğu üçün əlbəttə ki, bu deyirik ki, nədir? Çökəklik, relyef formasıdır. Bunu bildin. Kəsmi yüksəkliyin nə olduğunu bilirsən. Bilirsən ki, kəsmi yüksəklik iki qonşu horizontal arasındakı hündürlük fərqidir. Düzdürmü? İndi biz bunu əgər açsaq, bax bu şəkildə bir relyef formasıdır. Yəni, B burada yerləşir, A da burada yerləşir. Yaxşı mı? İndi gəl baxaq deyək, B nöqtəsində deyək temperatur nə qədərdir? B-nin olduğu yerdə, bax yəni burada temperatur 10 dərəcəyə bərabərdir. A nöqtəsindəki temperaturu bizdən istəyir. Gəl bunu tapmaq üçün A ilə B arasındakı hündürlük fərqini neyək? Hesablayaq. Deməli, bu mənfi 50-ni görürsən. Düzdür? Biz bilirik ki, çökəklik relyef formasında kənara doğru rəqəmlər neyir? Artır. Bu mənfi 50-dirsə, daxil horizontal nəyə bərabər olacaq? Mənfi 50-dən böyük olub, 100-ə bölünən 2 ədəd. Yoxdur təbii ki, düzdürmü? Mənfilər arasında mənfi 50-dən böyük olub, 100-ə qalıq bölünən yoxdur. O zaman daxil horizontal nəyə bərabər olacaq? 0-a, bəli. Onda bura olacaq 100 metr, bura olacaq 200 metr, B də olacaq 300 metr. Demək, biz B-nin hündürlüyünü tapdıq. B-nin mütləq hündürlüyü bərabərdir 300 metrə. Bu bizə aydındır. İndi gəl baxaq görək. Onda, bəs A nöqtəsində temperatur nəyə bərabərdir? B-nin hündürlüyü nə qədər oldu? 300 metr. A-nın hündürlüyü nəyə bərabərdir? Mənfi 50 metrə. Düzdür? Onda A ilə B arasında nə qədər hündürlük fərqi var? Təbii ki, 350 metr. Ay sol. Sən də bilirsən ki, hər 1000 metrə temperatur nə qədər dəyişir? 6 dərəcə. Bunlar arasında olan 350 metr hündürlük fərqi neçə dərəcəyə bərabər olacaq? Deməli, nə qədər? 2.1. Olacaq 2.1. Necə? 300-ün nə hesablamalıyım ki? Ondan çıxacaq. Cavab hesablayalım. Yox, bax. Bu 300-dür, bu mənfi 50-dir. Aralarında nə qədər hündürlük fərqi var? 350 metr. Düzdür? Biz də deyirik ki, aralardakı hündürlük fərqi nəzərə yetirməliyik axı. Hər 1000 metr 6 dərəcə dəyişirsə, bunlar arasında olan 350 metr neçə dərəcəyə bərabərdir? 2.1 dərəcəyə bərabərdir. İndi fikir ver. A daha aşağıdadır, B daha hündürdə, düzdürmü? Onda A-nın temperaturu çox olar, yoxsa B-nin mi? Əlbəttə ki, A-nın. Aralarında 2.1 dərəcə fərq varsa, onda A-nın temperaturu bərabərdir 10. Deməli, plus 2.1, o da bərabər 12.1 dərəcə. Deməli, bizim sualımız doğru cavabı olacaqdır A variantı. A-nın temperaturu bərabər 12.1 dərəcə, həmçinin B-nin hündürlüyü də bərabər 300 metrə. Doğru cavab A variantı olacaqdır.
Növbəti sualımız yenə bir məsələdir. 62 nömrəli test tapşırığını nəzərə yetirək. Deməli deyir ki, sxemdə S nöqtəsinin mütləq hündürlüyü 600 metrdir. Bunu avtomatik olaraq qeyd edeyim. 600 metr. B-nin hündürlüyü isə bərabərdir 1200 metrə. Yenə görürsünüz ki, bir horizontal verilib. Bu dəfə B-dən kənara doğru verilib. Demək, bu bir dağ relyef formasıdır. Düzdürmü? Bunu bildin. Deyək ki, A-dan D-yə doğru axan çayın uzunluğu 300 km olarsa, çayın meylliyini hesablayın. Sən ilk öncə bunu bilməlisən ki, çayın meyilliyi nəyə bərabərdir? Çayın meyilliyi bərabərdir çayın düşməsinin çayın uzunluğuna nisbəti. Həmçinin mən sizə demişdim ki, düşmə nədir? Düşmə çayın mənbəyinin hündürlüyü ilə mənsəbinin hündürlüyü arasındakı fərq. Böyle çayın uzunluğu. İndi gəl baxaq görək. Çayın mənbəyi ilə mənsəbi arasında nə qədər hündürlük fərqi var? Burada sənə senin və B-nin hündürlüyünü verməyini məqsədə bilirsənmi nədir? Sənin kəsmə yüksəkliyi tapa bilməyin. Ümumiyyət yadında saxlamalısan ki, horizontal tapşırıqlarında əgər kəsmə yüksəklik haqqında bir məlumat verilməyibsə sual şərtində, sənin ilk tapmalı olacağın, məsələni hesablamağa başlamalı olacağın nöqtə həmin o kəsmə yüksəkliyi tapmaqdır. Kəsmə yüksəkliyi tapdınsa, bu məsələnin ardı gələcəkdir. Kəsmə yüksəkliyimiz nəyə bərabərdir? S-nin hündürlüyü 600'dür, B-nin hündürlüyü 1200'dür. Aralarında nə qədər fərq var? 600 metr. Neçə boşluq var? Bir boşluq. Onda avtomatik o fikir yaranır ki, kəsmə yüksəkliyi nə qədərdir? Elə 600 metrdir. İndi çayın başladığı nöqtə A-dır, bitdiyi nöqtə D-dir. Aynen D arasında neçə boşluq var? 1, 2, 3. Hər boşluq 600 metrdirsə, onda aynen D arasında nə qədər hündürlük fərqi var? 1800. Elə onda çayın mənbəyi ilə mənsəbi arasında hündürlük fərqi nə qədər oldu? 1800 metr. Ayso. Həmçinin çayın uzunluğu verilib mi? Nə qədər verilib? 300 kilometr. O zaman 1800'ü böləndə 300 eləyəcək 6. Demək, doğru cavabımız 6 metr bölək kilometr. Yəni A variantı olacaqdır. Aydındır? Növbəti sualımız 63 nömrəli test tapşırığı olacaqdır. 63 nömrəli test tapşırığında nə deyir? Deyir ki, xəriti sxemdə adı yaxınlaşdırım. Aha. Deyir ki, xəriti sxemdə iştiqlənmiş ölkəyə xas olan xüsusiyyətlər. İştiqlənmiş ölkə Finlandiyadır. Finlandiya dövlətidir. Gəl buna aid olan xas olan xüsusiyyətləri seçək. Deyir, monarxiya idarəetmə formasına malikdir. Bu səhvdir. Finlandiya respublikadır. Bax, burada Norveçdir, burada İsveçdir. Norveç və İsveç monarxiyadır. Amma Finlandiya respublika idarəetmə formasıdır. Mebel sənayesi inkişaf edib, bəli. Çünki Finlandiya meşə sahəsi geniş olan dövlətlərdəndir. Ona görə təbii ki, Finlandiyada biz mebel sənayesinin inkişafını görə bilərik. Kənd təsərrüfatının strukturunda bir əkinçilik məhsullarının payı çoxdur. Finlandiyanın bir yerləşdiyi yerə bax, Avropa şimalı, söyüq ərazidir. Düzdürmü? Söyüq ərazilərdə əkinçilik yaxşı inkişaf edirmi bəyəm? Xeyr. Ona görə məntiqlə düşünəndə Finlandiyada əkinçilik yaxşı inkişaf edə bilməz. Digər nəzəriyyə tərəfə baxsaq əgər, xatırlayırsınızsa biz demişdik ki, inkişaf etmiş ölkələrdə deməli heyvandarlıq daha yaxşı inkişaf edir. 5 ölkə xaric, 5 ölkə istisna. O 5 ölkə hansıydı? İnkişaf etsə də kənd təsərrüfatında heyvandarlıq yox, əkinçilik üstün olan ölkələr Portuqaliya, İspaniya, İtaliya, Yunanistan və Yaponiyada demişdim. Yerdə qalan bütün inkişaf etmiş ölkələrdə kənd təsərrüfatında əsas pay heyvandarlığa məxsusdur. Eyni Finlandiyada olduğu kimi. Yəni, üçüncü sıra səhvdir. Elektrotexnika sənayesi inkişaf edib, bəli. Elektrotexnikası, ümumiyyətlə, demək, bütün sənaye sahələri yaxşı inkişaf edib. Çünki bir inkişaf etmiş ölkə haqqında danışırıq. Yəni, məntiqlə düşünəndə bir inkişaf etmiş ölkədirsə, təbii ki, onun demək, bütün sənaye sahələri üstün səviyyədə inkişaf edəcəkdir. Meşələrində inyərpaqlı ağaclar üstündür, tamamilə doğrudur. Ona görə ki, biz bilməliyik ki, Finlandiyada tayqa təbii zonası üstünlüyü təşkil edir. Daxil yük daşımalarında çay nəqliyyatı üstündür ifadəsi isə doğru deyil. Burada doğru cavabımız 2, 4 və 5 olmaqla A variantı olacaqdır. Bir onlar deyən ki, müəllim sual izahıyla saç daşsınlar. Sağ olun. Onlar ben deyəm. Tamam arkadaşlar. Yine saç dursun. Respublika başqa vaxtı dildir ötürsən. Respublikamızda əsən küləklərin
hava şəraitində yaratdığı dəyişikliklər. Ağ yel və qara yel. Ağ yellə qara yel bizdə yaradır nə? Tropik hava kütləsinin təsiri. Düzdür? Hansı ki, ağ yel harada görürük? Mərkəzi aranda. Qara yel harada görürük? Gəncə, Qazax düzü və Qarabağ düzündə. Düzdürmü? Və tropik hava necə bir hava şəraiti formalaşdı bizə? İsti, quru. Düzdür? Yaratdığı küləklər də isti, quru, tozlu küləklər. Yəni yağıntılı hava şəraiti yaradır ifadəsi doğru deyil. Bir, düzgün deyil. Gilavar qış aylarının hava mülayimləşdirir. Gilavar isti küləkdir. İsti külək olduğu üçün də qışda havanı yer mülayimləşdirir. Xəzri qış aylarında havan soyudur. Çünki xəzri zaten soyuq küləkdir. Qışda havan daha da soyudur. Fön və ya digər adı ilə desək, fiyon küləkləri ilin soyuq dövründə dağlıq ərazilərdə isti və quru hava şəraiti yaradır ifadəsi doğrudur. Biz demişdik, fön, fiyon küləkləri dağlıq ərazilərdə ilin soyuq dövründə formalaşır. İsti, quru hava şəraiti yaradır. Ona görə də qarın vaxtından öncə əriməsinə, hər də çayların da vaxtından öncə daşmasına səbəb olur. Fön küləklər ilin soyuq dövründə dağlıq ərazilərdə soyuq və yağıntılı hava şəraiti yaradır ifadəsi doğru deyil. Ağ yel və qara yel ilin soyuq dövründə formalaşmır. Ağ yel və qara yel tropik hava kütləsinin təsirindən yarandığına görə ilin isti dövründə formalaşır. Həm də demişdik, ağ yel və qara yel kənd təsərrüfatına ziyan verən küləklərdəndir. Doğru cavabımız 2, 3, 4, yəni C variantı olacaqdır. Növbəti sualımız, Azərbaycanın Rusiyadan ithal etdiyi məhsullar, yəni aldığı məhsul, ithal almaq deməkdir, yəni almaq. Görək nələr alırıq? Sənaye avadanlığı və meşə materialları alırıq. Meyvə tərəvəz biz satırıq onlara. Şəmkirlər, konteynerlər, pomidor, xiyar, nə gəldi satır. Qara metal və taxıl bu ola bilər. Pambığı biz satırıq. Şərab məhsulları, əlvan metal, şərab məhsullarını da biz satırıq. Ona görə də 1 və 3 olacaq bu sualın doğru cavabı. Bakıdan yan otağa demək ki, mənim sualınız idi, bəs asıl danışsınlar. Bakıdan 270 dərəcəlik azimutla 40 dərəcə, sonra 180 dərəcəlik azimutla 30 dərəcə gedən müşahidəsinin çatdığı məntəqənin coğrafi koordinatlarını və onun Bakıda hansı istiqamətdə olduğunu təyin edin. Gəl baxın, Bakı harada yerləşir? Bakı sən bilirsən ki, yerləşir 40 dərəcə şimal enliyində və Bakı bilirsən ki, yerləşir 50 dərəcə şərq uzunluğunda, düzdürmü? Bu Bakının koordinatı. İndi nə elədik? Bakıdan ilk öncə 270 dərəcəlik azimutla. 270 hansı istiqamətdir? Üzü qərbə doğru. Nə qədər getdik? 40 dərəcə getdik. 40 dərəcə bu tərəfə gəlsək, gəlib hara çıxırıq? 10 dərəcə şərq uzunluğuna. Düzdür? Daha sonra 180 dərəcəlik azimutla, yəni cənuba doğru 30 dərəcə getdik. 30 dərəcə aşağı doğru gedəndə gəlib çıxırıq 10 dərəcə deməli şimal enliyinə. Gəldim, çıxdım hara? 10 şimal enliyi, 10 şərq uzunluğuna. Və Bakıda hansı tərəfdədir? Bax, görürük ki, bu məntəqə Bakıdan cənub-qərb istiqamətində. Doğru cavabımız olacaqdır. Məhz B variantı. Növbəti sualımız Ekzorasiya adlar dəfələrlə demişəm ki, ekzorasiya nədir? Ekzorasiya demişdik ki, buzdaqların dağıdıcı fəaliyyətidir. Buzdaqların yaradıcı fəaliyyəti isə buzdaq akkumulyasiyasıdır. Doğru cavabımız olacaq Y variantı. Növbəti sualımız. Bax, Kiçik Qafqaz dağlarında deyir. Vulkan mənşəli çökmə suların yayılması nəticəsində. Qardaş, dağ deyirsə, Uşəkli dərənin orada nə işi var? Uşəkli dərə harada olur? Düzənliklərdə. Avtomatik o dağ deyirsə, təbii ki, orada 5 şəkli dərəmiz var. Bunu qoyduq kənara. Biri çıxdıq, düzdürmü? Biri çıxdıq, 6 da 100% var cavabda. Onda bu da getdi qaldı bu. İndi baxaq, palçıq sellər üstünü təşkil edir. Bizdə palçıq sellər harada olur, bilirsinizmi? Xeyr, şəkildə olan daşlı palçıq sellərdir. Palçıqlı sellər isə, prosto palçıq sellər, ölkəmizin arid dendasyon ərazilərində, Abşeron, Qobustan, Ceyrançır, Acınohur, həmçinin Naxçıvan, alçaq dağlıq ərazilərində biz palçıqlı sellər rast gələ bilərik. Yüksək dağlıq ərazilərdə sıx çay şəbəkə, Azərbaycanda yəni, nəinki Azərbaycanda, ümumiyyətlə yüksək dağlıq ərazilərdə çay şəbəkə sıx olmaz. Çay şəbəkəsi sıxlığı bilsə harada daha çox olur? Orta dağlıqda. Niyə? Çünki çaylar qollarını daha çox harada qəbul edir? Orta dağlıqda. Ona görə Azərbaycanda da yüksək dağlıq, alçaq dağlıq ərazilərdə çay şəbəkəsinin sıxlığı azdır. Azərbaycanda çay şəbəkəsinin sıxlığı harada daha çoxdur? Orta dağlıqda. Ona görə də 3 də biz dedik ki, olmaz. Çaylar yeraltı sularına, bəli, Kiçik Qafqazın çayların əksəriyyəti yeraltı sularına qidalanır.
Daş parçalarından ibarət çınqıllar da təbii ki olacaqdır normaldır. 4, 5, 6 bizim sualımız doğru cavabı olacaqdır. Növbəti sualımızda nə deyir? Deyir ki, uyğunluq gözlənilmişdir. Aha, uyğunluq gözlənilmişdir deyirsə, avtomatik olaraq, bax burada artıq sən biraz məntiqli işə salmalısan da. Məntiqli işə salmalısan və bunu Greenwich verilib, ekvator və şimal tropiki verilib, kəsri ölkələr, kəsri dəniz və ya körfəzlər. Gəl baxaq görək. Greenwich verilənlərdən hansıları kəsir? Birincisi Greenwich verilənlərdən Şimal dənizini və Gvineya körfəzini kəsir. Məsələn, Meksika körfəzi və Karib dənizini Greenwich görmür. Ona görə də birincidə C ola bilməz. Məsələn, bax C var verir, güzəlmi? Greenwich'e Meksika körfəzi verir. Bu səhvdir, ola bilməz. Birinci ya yeniden Şimal dənizidir, ya da ki Gvineya körfəzidir. Yaxşı. Gələk, ekvator Şimal dənizini kəsə bilməz. Bu bəlli məsələ. Ekvator həmçinin Meksika körfəzini kəsə bilməz. Bax, ama görürsən, burada ekvator nə verib? Meksika körfəzi verir, düzdür? Qada 2'ye C verir. Bu da getdi mi? Həmçinin ekvator Karib dənizini kəsə bilməz. Ona görə görürsən, 2'ye nə verib? D. Karib dənizi. Bu da getdi. Qaldı nə? C və Y variantı. Şimal tropikən gələk. Şimal tropiki Şimal dənizini görə bilməz. Amma burada nə verilib? Şimal tropikən Şimal dənizi. Bu səhvdir. Qaldı yenə C variantı. Ki, baxın, ödəyir mi həqiqətən də? Baxıram. Greenwich İspaniyanı kəsir. Əlcəzair deməli, həm də Şimal dənizini kəsir. Düzdür. Ekvator Kenyanı kəsir. Gvineya körfəzini kəsir. Düz. Şimal tropiki Şimal dənizini kəsir. Daha doğrusu Əlcəzairi kəsir və həm də Meksika körfəzini kəsir. Demək oldu orada bir şey var hatta. Всё. Çıtaş. Sadə məntiq. Çətin şey yoxdur. Barışdın. Biraz yüngülvari xərti bilgin varsa bu sualın ötəsindən rahatına gələ bilərsən. Yəni sual sənə mürəkkəb göstərməyə baxma ki, burada mürəkkəbli heç şey yoxdur. Çıxdaş etməyə bacarmalısınız. İran, İtaliya və İspaniya üçün ümumi olmayan cəhətlər istəyir, düzdür? Bir əhalinin əsas hissəsi Hind-Avropa dilarəsinin məhsuldur. Gəl baxaq görək. İran bilirsiniz ki, Hind-Avropa dilarəsinin İran dil qrupuna aiddir. İtaliya və İspaniya isə Hind-Avropa dilarəsinin Roman dil qrupuna aiddir. Deməli, birinci bənd hamısına da aiddir. Bunların ortaq xüsusiyyətidir. Seismik proseslərin fəal olduğu ərazidə yerləşirlər. Sən bilirsən ki, İranda, İtaliyada, İspaniyada Alp-Himalay geosinkral qurşağında yerləşir, düzdür? Yəni, geosinkralda yerləşdiyi üçün əlbəttə burada seismiklik çoxdur. Deməli, iki də çıxdıq. Yəni, iki də oxşar xüsusiyyətdir. Elə birlə ikini çıxmaq. Bəs idi ki, doğru cavabı deyirsən ki, C variantı. Gəl baxın, ödəyirmi? Neft ixrac edən ölkələrdir. İran, hə. Amma İtaliyanın İspaniya alır, ixrac eləmir. Deməli, bu ümumi olmayandır. Unitar inzibati ərazi quruluşuna malikdirlər. İranla İtaliya unitardır, amma İspaniya demişik ki, federativdir. Bu da ümumi olmayandır. Kənd təsərrüfatında məhsulu çox hissəsini əkinçilik verir. İtaliya və İspaniya, məsələn, normalda biz bilirik ki, inkişaf etməkdə olan ölkələrdə dağlıq ölkələri və səhra dövlətlərinin çıxmaq şərti ilə yerdə qalan əkinçilik inkişaf edib. İranda da əkinçilikdir. İtaliya və İspaniyada az öncə qeyd elədim ki, inkişaf etmiş ölkə olmalarına baxmayaraq burada əkinçilikdir. Yəni 5-ci bənd bunlar üçün oxşar bənddir. Aral dənizinə birbaşa çıxışları var. İtaliya və İspaniyanın hə. Amma İranın biz deyəcəyik ki, Aral dənizinin çıxışı yoxdur. Doğru cavabımız olacaq C variantı. Aydındır. Nə deyir? Növbəti sualda qeyd olunur ki, 2008-ci ildə Quba Xaçmaz İqtisadi Coğrafi rayonunda 480 min nəfər əhali olub. Və kənd əhalisinin sayı 312 min nəfər olduğunu bilərək iqtisadi rayonda urbanizasiya səviyyəsində neçə faiz olduğunu bilin. Sənə mən demişəm ki, urbanizasiya nədir? Şəhərləşmə. Düzdürmü? Yəni şəhər əhalisi. İndi ümumi 480 min əhali varsa Quba Xaçmazda və bunun da 312 mini kənddə yaşayanlardırsa, o zaman nə qədəri? 168? 168 mini də olacaq harada yaşayan? Şəhərdə yaşayan. O üstüsü olur. Və deyirsin ki, 480 min əhali, ümumi Quba Xaçmazın əhalisidirmi? 100%. Bəs 168 min əhalisi olan şəhər əhalisi neçə faiz? 35%. O üstüdə sizə güvənirəm. Doğru cavab olacaq? Y variantı. Bu qədər bəsit. Hadi işləyirik. Gəldik növbəti suala. Deyir, Yura dövrünə aid olan süxurların yayıldığı əraziləri müəyyən edin. Mən sizə demişəm. Demişəm ki, Yura, Böyük Qafqazın və Kiçik Qafqazın yüksək dağlı. Y. Böyle işləyirik. İfsi yox, məsələ qutardı. Budur, bax.
1, 4, 3, bir de 2. Bu sualın doğru cevabı olacaq 2, 3 və 4. Hə, bir nədir? Ceyrançör. Burada nə var? Neogen. Burada paleogendir. Burada isə 4-cü dövr çökmədir. Doğru cavabımız burada olacaq 2, 3 və 4. Üfsiyyor, bu qədər bəsit. Və demişdim, Böyük və Kiçik Qafqazın orta dağlığında isə Tabaş. Böyle tamamı doğru. Türkiye'nin bağlı sual var. Türkiye Respublikasına aid olan xüsusiyyətlər. Mərmərə, Qara və Ege dənizlərinin sahilləri əhalinin daha sıx məskunlaşdığı ərazilərdir, bəli. Ümumiyyətlə bilirsiniz ki, dəniz sahili ərazilərdə, dəniz sahili, çay sahili ərazilərdə daha sıx məskunlaşılan ərazilərdir. Ona görə də biri seçirik. Ərazisinə görə müstəqil Türk dövlətləri arasında birinci yeri tutuq xeyr, bu səhvdir. Niyə? Birinci yer Qazaxstana aiddir. Ərazisində formalaşan sayılar 2 okean və daxili özgərdir. Böyle. Məsələn, ərazisində Qızılırmaq, Yaşılırmaq, Seyhan, Ceyhan kimi çaylar var ki, mesela Qızılırmaq, Yaşılırmaq Qara dənizdə, Seyhan, Ceyhan Aralıq dənizdə dökülür. Yəni Atlantik okean hövzəsinə aiddir bu çaylar. Dəzdə və Fərat çayları Hind okean hövzəsinə aiddir. Kür və Araz isə daxili axarı özgərdir. Deməli 3 düzdür. Qədim platformada yerləşib tamamilə səhvdir. Türkiyə bilirsiniz ki, seismik cəhətdən aktiv ərazidir. Alp-Himalay geosinkral bu uşağındadır. Ona görə geosinkralda olduğu üçün 4 səhvdir. İran, Suriya və Səudiyyə Ərəbistanı həmsərhədi xeyr. İrandan hə, Suriyadan da hə, amma Səudiyyə Ərəbistanı qonşu deyil qardaş. Getdi. Avropa Şurası və NATO üzvüdür, bəli. Demək 1, 3, 6 bu sualın doğru cavabı olacaqdır. Gəldik növbəti suala. Hə, nə deyir? 56 dərəcə şimal enində günorta vaxtı günəş şüalarının düşmə uzağı 54 dərəcə olarsa, 52 dərəcə cənub enində bu vaxtı günəş şüalarının düşmə uzağı hesablanır. Gəl baxaq. Deməli, biz günəşin harada zenitdə olduğunu bilmirik də. X deyilən bir paraleldə günəş zenitdədir və biz bilirik ki, 56 dərəcə şimal eninə günəşin düşmə uzağı nə qədərdir? 54 dərəcə. Gəl baxaq görək, günəş harada zenitdə olsa, 56 şimal eninə 54 dərəcə uzaq altında düşər. Bunu tapmaq üçün deyirik ki, 90 bu hissə görünür mü? Bəli. 90 dərəcə minus. Biz demişik ki, harada yerləşir 56? Plus minus x, günəşin harada zenitdə olduğunu bilmirik. Bərabərdir 54-ə. Buradan 56 plus minus x bərabərdir edəcək 36 dərəcə. İndi 56 plus x bərabər 36 olmazsa təbii ki, sadə riyaziyyatdır. Nə olmalıdır? 56 çıxar x bərabər 36 olmalıdır. Buradan da biz deyəcək ki, x bərabərdir nəyə? 20 dərəcə. İndi mən burada çıxma əməliyyatını elədimsə, bu nədən xəbər verir? Deməli, məntəqə ilə günəş eyni yarımkərədədir. Məntəqə harada yerləşir? Şimalda. Ona demək ki, günəş də harada yerləşir? 20 dərəcə şimal enində. Və bu zaman gəl baxaq görək, 52 dərəcə. Deməli, mən bu səhviyatından gözəyim. Aha, 20 dərəcə. Bu da olsun 52 dərəcə. Cənub eni. Gəl baxaq görək. Bu zaman günəş 52 cənub eni neçə dərəcə uzaqlıqda düşər? 90 minus 52. Bunlar fərqli yarımkərədir. Biri şimaldadır, biri cənubdadır. Nə etməlisən? Toplamalısan. Bu ikisini cəm edəcək 72. 90'dan 72 çıxan edəcək 18 dərəcə. Doğru cavabımız olacaq 18. Yaxşı? Növbəti. Fiziki coğrafi rayonları verilib və onlara aid olan əlamətlər. Qanaqayır çayı, Həkəri və Günüt Qapıcıq fiziki coğrafi rayonlarını görürsünüz. Deyir, ərazisində Şərq çinarının mühafizə olunduğu qoruq var. Sən bilirsən ki, Şərq çinarı harada qorunur? Bəsitçay qoruğunda. Bəsitçay hansı rayonumuzdadır? Rayon olarak Zəngilandadır. Fiziki coğrafi rayon olarak Həkəriyə düşür. Bəlkə buradan 1, 2, 3 olarak qeyd edeyim. Demək, A getdi o zaman 2'ye. Ərazisində Eldar şam ağacları var, bu heç birine aid deyil. Çünki Eldar şamı, Ellər oyuğu deyilən qoruqdadır və o yerlər Samux rayonunda, yəni Ceyrançöl Acınohur fiziki coğrafi rayonunda. Burada Ceyrançöl Acınohur görürsünüzmü? Yox, demək B heç birine aid deyil. Ərazisində alüvyal çəmən, meşə çəmən torpaqları geniş yayılmışdır deyirsə, alüvyal çəmən meşə torpaqları haradaydı? Qanaqayırı çayda, Düzən meşəsində. Ona görə gedəcək 1'ə. Yayı qıraq keçən soyuq iqlim tipində dağ çəmən və dağçol landşaftı. Yayı qıraq keçən soyuq əsas haradadır? Naxçıvanda. O zaman biz bu deyən hara gedəcəyik? Günüt Qapıcığa.
ərazidə sarı torpaqlar üstünlük təşkil edir, heç birinə aiddir. Çünki ərazidə sarı torpaqlar Lənkəran vilayətinin fiziki coğrafi rayonlarına aiddir. Lənkəran ovalığı və Talış dağları fiziki coğrafi rayonlarına. Siz burada nə Lənkəran ovalığı fiziki coğrafi rayonu görmürsünüz, nə də Talış dağları fiziki coğrafi rayonu görmürsünüz. Deməli, Y heç birinə aid deyil. 1-ə C, 2A, 3-ə də D olmaqla bizim sualımızın doğru cavabı bu olacaqdır. Belə. Sualların hamısının izahı aydındırmı? Tam olaraq başa düşdükmü? O zaman videoda dayandıra bilərik.